Ölçüləri 10, 12, 20 olan çən 8 vedrədən 25 dəfə çox su tutur. 1 vedrə neçə litr su tutar? Ümumiyyətlə 1 litr bərabərdir 1 kub desimetr. Əvvəlcə çən həcmini tapaq. Çənin həcmini tapmaq üçün onun bütün ölçülərini bir-birinə vurmaq lazımdır. Bu da bizə verər 12-ni 2-yə vuracaq 24, o da 2400. 2400 desimetrin kubu və yaxud da 2400 litr su tutur bir çən. Və çən 8 vedrədən 25 dəfə çox su tutur. Deməli, mən 2400-ü 8-ə bölürəm əvvəlcə. 24-ün içərisində 8 3 dəfə, bu da 300 edər. Və 300-ü də 25-ə bölmək lazımdır. Çünki 25 dəfə çox su tutur deyir. 300-ü də 25-ə bölsək, 30-un içərisində bir dəfədir 25. 50-nin də içərisində 2 dəfə 50 olur 12. Deməli 1 vedrə 12 litr su tutur.